nar bitkisi çox qədimdən yayılmış. İlk qədim yazılı məlumat məşhur Homerin Odiseya əsərində verilmişdir. Bizim eramızdan 1000 il qabaq, hələ Azərbaycanın özündə ilk qədim yazılılara əsasən deməli küp qablarda arxeoloji qazıntı nəticəsində narın meyvəsinin tomları tapılmışdır. Nar punika fəsiləsinə, punika cinsinə, granatium növünə daxildir. Yüngül cillicəli, şor-şörakətli torpaqları sevən bitkidir. Nar bitkisi yarpaqlar tökülən subtropik meyvə koludur. İki cinsiyyətlidir, tez-tez tozlanandır. Narın vegetasiya müddəti bizim regionda 219-241 gündür. Göyçay ərazisində şahnar, qırmızı qabıq gülüşə, səhra gülüşə, Azərbaycan gülüşə sortları sənə əhəmiyyətli olduğu üçün böyük təsərrüfatlar daxilində əkilir. Lakin həyətyanı sahələrdə vələs nar sortları, mələz narlar əkilir. Onlar məsələn azada satış məqsədi üçün və həm də bu narların qalma müddəti, saxlama müddəti daha çoxdur. Göyçay rayon mərkəzindən 14 kilometr cənub-şərqdə Şirvan düzündə yerləşən kəndə əvvəllər Bığır Murtaz deyiblər. Bığır sözünün mənası qədim türkçədə qozbel deməkdir. Eyni zamanda çox çevik, güllə, qala kimi də izah edilir. Deyilənlərə görə Şamaxıdakı Niyal dağının ətəyində yerləşən Buğurt qalasının 1537-ci ildə dağıdılmasından sonra əhalisi buraya gələrək indiki Bığır ərazisində məskunlaşıb. 16-cı əsrdə formalaşan Bığır Azərbaycanın əhalisinə və ərazisinə görə ən böyük kəndlərindəndir. Dağların öz yerini yavaş-yavaş düzənliyə verdiyi bu yer tam bir nar cənnətidir. Nar burada həyatdır. Kənd cəmaatı nar hesabına yaşayır, bu vəsilə ilə uşaqlarını oxudur, toy edir, narı satır, onun puluyla özlərinə ev tikir, buna görə də nar bağlarına göz bebeği kimi baxır, yaxşıca qulluq edirlər. Elə ki, məhsul toplama sezonu başlayır, burada işlər başdan aşır. Hər tərəf nardan bol olunca, mətbəxdə də dadına doymaq mümkün olmayan çox sayda qidalar hazırlanır ki, bunların arasında nar şərabı, digər adıyla nar turşusunun ayrıca yeri var. Gel bir dünyana. Mama.
Canların dibinde Bunun çürüklərin qabını əməli təmizləməsən, o şərabı heç kim alıb yeməz. o ki elinde de güzelliği. Qabını gilələyəndən sonra yaxşı su töküb yuvuruq. Ki o şərab təmiz olsun. O teşt olandan sonra suyu da tökürük üstünə, yaxşı onu yuvuruq, təmizləyirik. Bu çürüklər onun içində qalmasın. Sahədəki nar yeməli olmur. Bunların içi yeməli olur. Suyu çox olur. Çox çıxır. Bizdə çox sular var. Balığı mürsəl var, gülöşənlər var, aksunar var, şirinlər var. Cırlar sahələrdə olur, onu biz həyətlərə qoymuruq. Azərbaycan zonasında da Bığır kəndinin nar kimi heç bir zonada nar ola bilməz. Qıralıq mı? O da həm oldu, yəni üçümüz. İntiqamın Gilə-giləliyirik. Köştü. Sonra onu qaynadırıq. Aş üstəndə nə tərbiyyəsi? Keçirdirik. Tumu qalır üstə, əti tökülür altına. Sonra onu qaynadırıq. Həm duz vururuq, həm də ona bir damcı pesof vururuq. Neçə saat qaynadırsınız? 2 saat. Tökürəm ateşləyirəm. Kazan ne kadar yığıştırırsan da xeyri yoktur. Ben tek böyle koyayım. Köfteni böyle neye göre? Bunu kaynatacağız, olacak lığa. Elma batarık mı? Tuzla. Tuzla biraz. Bu da tuzu. Çok otam su. Eğlenti koy. O yol da öyleydi. O ne verir?
tıkajda olan ara məsafələr hər biri bitkinə düşür. Bunu bax bu formada axıra qədər hər bir ara məsafəsindən bu indi bu da açılışıdır. Tazdan bir yerdə. Gedim getireyim. Gedim getireyim. Ay nene, bak şunlardan sana necə pişirmişəm. Bak şöyle necə pişirmişəm. Alay. Necə də nene? Ya şuradan. Göylə eləyəndə, göy məsələn doğrayırıq, yuyub təmizləyib qoyuruq. Soğanı da soyuruq, doğrayıb qəşəng narınları onu ayrı qoyuruq. Sonra pişirəndə belə hamını yoğurub qoyuruq, belə yuxa yayıq. Şərabla məsələn bir pişiririk, şərablı qutabı. Bir də məsələn şorla qayrırıq, ona qatırıq, şor qatırıq, nar qatırıq, bir də məsələn belə qatırıq. Haydi qoğurluğuna yaxın, burası da təmiz, tökülük içine. Qoğurlur, orada qəşəkdir. Ondan sonra lazım olan şeyi şabal tökürük, yer tövməyəndə məsələn, elə belə qoğurluq. Məsələn, yeməyi ya da belə yaxşı, bu hamısında.
nəyəsə görə xatırlanır. Göçə deyəndə nar. Bizi tanıdan nardır. Bizim Aznarda növləri, çeşidləri müxtəlif olan meyvələrdən hazırlanır, şişələr hazırlanır. Nar, üzüm, alma, heyva, eyni zamanda nar şərab, nardança. Bizim çeşidlərimiz böyükdür. Azərbaycanda belə bir məhsulun olmasını tanıtdırmaq üçün biz bunu eləyirik. Narın necə bir yaxşı məhsul olmasını, şişələrindən necə istifadə olunmasını biz brend kimi bunu göstərmək istəyirik. Zavodun qabaqcıl sırasına çıxması üçün, yaxşı məhsul alınması üçün, yaxşı xam maldan istifadə olunub, yəni fabrikatın dünya bazarına çıxarması üçün bizim özümüzün öz məhsullarımız lazım idi ki, yetişdirilməsi. Çünki bizim göç ərazisində narın getdikcə azalması təhlükəsi var idi. Bir 7-8 kənd ərazisində bizim sahələrimiz salındı. Kənd ərazisində işsizliyin aradan qaldırılması üçün bu elə bir təməl oldu. Orada ailəvi kənd sakinləri bizdə işləməyə könüllü sürətdə gəlirdilər. Onların rifahı daha da yüksəlirdi. Biri var ki, gedəsən kənar bir ölkələrdə çörək pulu qazanmağa, biri var öz ailəndə, öz evinin içində çörək qazanmaq üçün yaxşı bir iş yerləri açıldı. Mənim sahələrimdə hardasa 150-dən çox işçi var. Daxil olan hazır məhsulun burada kimyəvi analizləri yoxlanılır. Birinci növbədə onun ümumi turşuluğu, sonra quru maddəsi, çöküntüsü. Deməli, elə alıcı təşkilatlar var ki, məsələn, Avropa ölkələri Almaniyadır, Yeni Zelandiyadır. Bunlar qeyri-şəffaf istəyirlər. Necə oradan sıxılırsa, elə istəyirlər. Ona görə də onlarda biz çöküntünü də təyin edirik. Quru maddəsini də təyin edirik, turşuluğunu da təyin edirik, pH-ını təyin edirik və ancaq şəffaflaşdırılmış olanda orada çöküntü təyin olunur. Nar o qədər gözəl meyvədir ki, Allah Taala bütün tacı, şahlıq tacının nar meyvəsinin üzərində qoyubdur. Deyir ki, bütün meyvələr ürək qarşısında baş əyir. Yeganə meyvədir ki, nar. Ürək ona baş əyir. Yəni, ürəyə çox xeyirli bir meyvədir. Demək olar ki, bütün bədəndə olan mikrobları, antioksidant belə bir kimyəvi maddə var. O, ən çox narın tərkibidəndir. O da insan orqanizmi üçün çox xeyirlidir. Narın sortu var, güleyşə. O, qanın hemoqlobini qaldırır. Qan təzyiqini aşağı salır. Ondan sonra şirin nar, o, böyrək xəstəliyinə, qan azlığına, öd kisəsində daşın təmizlənməsində çox böyük köməkliyi var. Keçmiş analarımız narın qabığından qaynadıb uşaqlara verirdilər, qarın ağrısını kəsirdi. Yeganə meyvədir ki, bunun heç bir tulantısı olmayacaq. Şirəsindən, təbii şirələr istehsalına, qabığından isə bax bu şəkildə, bax belə xüsusi aparaturada hazırlanan tanin istehsalı üçün qabığından istifadə olunacaq ki, neft kimya sənayesində geniş istifadə olunur. Antioksidant kimi tibbidə istifadə olunacaqdır və həm də rəng boyaq maddəsi kimi. Və bunun tumundan, görürsünüz, belə xüsusi aparatdır, yuyulur, özü qurudulur, özü veriləcək yağ istehsalına. Deməli, yağ, narın tumundan istehsal olunan yağdır. Gələcək ki, böyük miqyasda istehsal olunacaq. Bu ildən başlamışıq bunun tumunun
istehsalına və yağ istehsalı olunacaqdır. Bu da ən əsas tibbidə istifadə olunacaqdır. Yəni birinci növbədə dəri xəstəliklərində, dərinin eroziyasıdır, xərçəngidir. Bu xəstəliklər üçün çox qiymətli bir məhsul. 500 kilo tumdan 1 kilo yağ istehsal olunacaq. Yəni rafinat, tam təmizlənmiş yağ. Narı bütöv şəklində görəndə çalışırsan ki, bunun içinin nə dərəcədə bütöv olması insana maraqlı gəlir. Və bunun içi açılanda onun dənələri, bəzən mən buna qara mirvarı deyirəm. Onun dənələrinə qara mirvarı adı qoyuruq biz özlüyümüzdə. Ya da qızlarımız bəzən öz gələcək talihlərini sınamaq üçün götürürlər hər hansı bir narı və onu açanda onun için bütöv bir şəkildə açılması, onun talihinin xoş gəlməsini elə bil ki, göstərir. Belə bir simvol da var, bizim deyim var el arasında, qızlar arasında daha doğrusu. Əsas məqsəd, əsas düşüncə, əsas strategiya, əsas mətləb narın ətrafından ibarətdir ki, bizim nar, Göyçay narı kimi dünyada keyfiyyətli belə nar yoxdur. Həqiqətən deyirik ki, bizdə 54 dənə sortu var narın, dünyada 114 dənə onun cürbəcə sortu var. Azərbaycan nar məhsulu kəmiyyəti üzrə 11-ci yeri tutur. Birinci yeri tutur İran. İldə 750-800 min ton nar yığırlar. İkinci yeri tutur İndiya. 530-550 min ton. Sonra gedir Avstraliya. Ancaq ki, müxtəliflər ondan ibarətdir ki, onların iqlimindən bizim iqlimimiz ayrı-ayrıdır. Məsəl üçün, bizdə nar sezonu bir dəfədirsə ildə, onlarda 2 dəfərdir. Mənim həyatımla bağlıdır. Narın özü, mənim Allah rəhmət eləsin ömrlərinizə, atam birinci gözümü açıb nar ağacı görmüşəm. Narın ağaçlarının ətrafında böyümüşəm və özümü bir Azərbaycanlı kimi indi həsr eləyirəm narın şanlığına, şöhrətinə. 1250 hektar nar bağçası salmışıq, 586 min dənə ağac əkmişik. Deməli, kişiyə deyir 3 dənə şərt olmalıdır. Birincisi deyir, oğlu olmalıdır. Oğlunu tərbiyələyib böyütməlidir. İkincisi ağac əkməlidir. Üçüncü də deyir, ev tutmalıdır. Bunların üçünü də mən artıqlamasını yerinə yetirmişəm. İnsanı həmişə harda doğulub, onun böyümə mühiti onu cəlb edir. Mən gəlirəm, gedirəm Azərbaycana, öz vətənimizə və mənim məqsədim bunlarla biznes barədə maddi deyil. Mənəvi olaraq məni çəkir. Mən də əlimdən gələni eləyirəm ki, narı dünya tanıtdırım. Öz məhsullarımızı heç burada təəssüflər olsun ki, çox az miqdarını daxili bazarda satılır Azərbaycanda. Bunun 99% gedir eksporta. İndi Amerika gedir, Kanadaya gedir, Avstraliya gedir, Yaponiya gedir. Bu dəqiqə dünyada hamı nardan danışır.
narı kəsdiyiniz zaman heç vaxt bilmirsiniz ki, bunun içində sizi konkret olaraq nə gözləyir. Və hər bir narı kəsəndə sizi fərqli bir əhval-ruhiyyə bürüyür və hər narı kəsdikdə siz fərqli bir həyəcan duyursunuz. Hətta belə bir misal da var. Aldım bir dənə, açdım 1000 dənə, zənginlik rəmzidir. Eyni zamanda nar bir saflıq rəmzidir. Nəyə görə? Çünki nar Qurani Kərimdə adı keçən çox nadir bir meyvələrdən biridir. Ona görə də bunu bir mənəvi saflıq olaraq da insanlar dəyərləndirir. Buraya Çınarlar şəhəri də deyirlər. Rayon mərkəzindəki 200-ə yaxın çınar ağacı Göyçaya ayrı bir gözəllik və əzəmət verir. Tarixi Şirvan coğrafi ərazisinin digər məşhur simvolu nardır. O qədər məşhur və sevimli ki, payız olan kimi dosta, tanışa sovqat kimi Göyçaydan nar yollamaq artıq adətdir. Əzəldən bəri narın insanlarda bayram əhval-ruhiyyəsi yaratması onunla nəticələndi ki, Göyçaylılar bu sevinci, bu bərəkəti hər kəslə doya-doya paylaşmağa qərar verdilər. Nar bayramı ərəfəsində də çox eksklüziv bir sayt istifadəyə verdi. Bu pomegranate.az adlanır, yəni narın ingiliscə versiyasından və çox unikal bir veb səhifədir, həm Azərbaycan dilində, həm ingilis dilində. Bu da unikal cəhətidir və hesab edirəm ki, təbliğat üçün yaxşı bir zəmindir. Göyçay şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bu festivalda keçən ilki festivallara nisbətən daha çox xarici qonaq iştirak edir, daha çox insan iştirak edir ümumilikdə və get-gedə bu onu göstərir ki, əslində nar həm də bir turizmin bir maraqlı istiqamətlərindən və marşrutlarından birinə çevrilir. Artıq nar öz ətrafında bu qədər insanı səfərbər edir. Bu gün Göyçay küçələrində 20 mindən artıq insanı biz görmüşük. Əslində onlar hamısı ümumi bir ideya ilə bağlı, narla bağlı bir araya gəliblər və heç də istisna deyil ki, bu gələn il daha böyük bir, hətta xaricdən yüzlərlə deyil, minlərlə insanın iştirak etdiyi bir festivala çevriləcək. Nəyə görə də Göyçay dünyada nar sevərləri və nar mövzusuna maraq duyanları birləşdiyi bir məkana çevrilməsin. Как говорится, что имеешь, что не ценишь, да? Например, я в Азербайджане занимаюсь верховой ездой, да? Да. И вот я начал случайно, и так получилось, что я занимаюсь. Мне мой тренер сказал, что лошадь лечит от 17 болезней. Вот когда я узнал, что есть гранат азербайджанский, выяснилось, что азербайджанский гранат лечит от всех болезней. И казалось бы, что нормальный человек только и должен был бы что делать,
что есть гранат утром, вечером и днем. Это, конечно, вообще замечательное растение, замечательный фрукт, и мы должны его ценить. И я очень рад, что вот в Азербайджане его начинают ценить. Когда я жил в Москве, я ходил на рынках, я видел там отдельные азербайджанские гранаты лежали, а теперь я узнал, что это настоящая культура. И хорошо, что это дело вот здесь поддерживается, развивается. От этого все выигрывают. От этого выигрывает, конечно, и Азербайджан, потому что это и рабочие места, доходы, и это бренд. Про Азербайджан, конечно, должны знать не только, что это икра, ковры, нефть и что-то еще. Пусть хоть еще будет еще и гранат. Çok hürmetli konaklar, hanımlar ve cenaplar. Ben artık eline almış 6. il qeyd olunan Nar Festivalında Çınarlı, Narlı Göyçay'da sizi salamlamaktan böyük məmnunluq duyduğumu ifade edirəm ve her birinize hoş gelmişsiniz deyirəm. I first visited Goyçay in July of this year, and I knew that this city is very important for pomegranate production. In fact, it's the center of pomegranate production, and I was and still am very interested in how Azerbaijan will most effectively diversify economic growth away from oil and gas and into agriculture and other sectors. And I know pomegranate is one of the most promising sectors, so this is a very important place. When I was touring the Aznar factory in July, I learned that one of the companies that obtains the juice from these beautiful pomegranates is Whole Foods. And my mother shops there in Chicago, and I know she drinks this pomegranate juice. So I feel, as a human being, very connected to Goyçay, thanks to my mother, thanks to Mr. Akhmadov, thanks to Aznar, thanks to these pomegranates. I would love to. And I'd love to be able to bring this one to her, one of the biggest ones I've ever seen. The first thing I think of when I think of pomegranate is health. I know how incredibly healthy these fruits are. Second thing I think of is my wife, who loves them so dearly, and they're so expensive in Washington, D.C. And so it's great to be here where they're not so crazily expensive. The third thing I think of is how so much of the best things in life are hidden and require patience and effort to find them. And this fruit that's what it's all about. You look at the outside, it's pretty, but you would never guess that inside is this unbelievably healthy and delicious juice and these beautiful seeds that are in fact life. So in a sense, the pomegranate is kind of an embodiment of all the mysteries of our life.
Первое впечатление граната, я обычно думал, что гранат это вот такой небольшой фрукт, обычно всегда красный и такие темные зернышки. То, что увидел сегодня, это огромное разнообразие гранат, начиная от таких малюсеньких и оканчивая, как видели, там 1,1, чуть не 1-2 килограмма. А вообще ассоциация граната это для меня как бы так фрукт жизни, любви и здоровья. Я думаю, вот комбинация этих трех слов. Вообще пожелание всему Азербайджану, что это как бы страна, которая не только Всевышний одарил широкими, большими натуральными, природными ресурсами, но у вас есть как бы там прекрасная плодородная земля, там 9, по-моему, полос и возможность как бы производить шикарные агропродукцию. Ну и в принципе как бы люди трудолюбивые, я думаю, надо пожелать, чтобы люди больше возвращались ближе к земле, не забывали, что это тоже как бы там другой природный ресурс, разрабатывали и жили как бы наедине с природой. Мы же все как бы оттуда пришли, оттуда и уйдем.